Hər kəsə salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bu gün sizə demoda Farmvhat oyununu sadəcə 2 həftə oynayaraq necə qazandığımın yolunu göstərəcəm. Aylarla oynamağa gərək yoxdur, sadəcə 2 həftə bəs edir. Hələ də Farmvhat oyunu oynamayanlar var. Hətta bunun yalan olduğunu deyənlər də var. Amma inanın ki, bu yalan deyil. Gerçəkdə hətta 30-33 dəfə qazananlar da var. Aşağı qoyacağım linkə daxil olub oyuna keçirsiniz. Daha sonra belə bir səhifə açılacaq. Bu oyunun daxilində oyunlar olur. Onları oynayırsınız. Məqsəd suyu toplayıb tarlanı sulayıb etabı tamamlamaq. Ən son etap 0.02-dir. O etaba çatdıqda tarlanı 100% suladıqdan sonra artıq qazanırsınız. Əgər oyunu oynaya bilmirsinizsə, açıqlama hissəsinə link paylaşacağam. Keçid edib videonu izləyib öyrənə bilərsiniz. Bu 2 həftə ərzində mən telefonuma demonu kopyalamaq üçün proqram yüklədim. Bu kopyalama proqramı ilə demonu kopyaladım və beləliklə proqramda ikinci tema olur. Bu ikinci temanı mən yeni iştirakçı kimi istifadə edirəm. Bu üsulla da mənə yeni iştirakçı lazım olduqda proqrama daxil oluram və yeni iştirakçı kimi oyundan keçirəm. Bu proqram necə yüklənilir və necə istifadə olur haqqında video çəkmişəm. Açıqlama hissəsində link paylaşacağam. O linkə keçid edərək videonu izləyib öyrənə bilərsiniz. Yeni iştirakçı və ya mövcud iştirakçı sadəcə sizin linkinizdən bir dəfə keçə bilir və bu bir həftə ərzində ikinci səfər keçə bilmir. Linkinizdən keçsə də sizə dəstək ola bilmir. Instagramda qrup yaratdım və bu qrupda Farmvhat oyunu oynayanlar. İstəsəniz Instagram qrupumuza daxil olaraq siz də bir-birinizə dəstək olub tez qazana bilərsiniz. Mən evdə fərqli telefonlarla da demo yükləyib Farmvhat oyununu yeni iştirakçı kimi keçirəm və bu cür edərək daha tez qazanıram. Əgər sizin vaxtınız varsa, oyunda daha çox zaman keçirdib tez qazana bilərsiniz. Mən gün ərzində təqribən 2 saat oynayırdım. 1000 suyu toplayıb tez qazana bilərsiniz. Hətta əgər istəsəniz bir telefonda 2 Farmvhat oyunu oynaya bilərsiniz. Demoya daxil olursunuz, ayarlara keçirsiniz, hesab dəyişdiri seçib ikinci hesab əlavə edirsiniz. Beləliklə eyni gündə 2 fərqli Farmvhat oyunu oynaya bilirsiniz. Əgər vaxtınız varsa, sadəcə demoda Farmvhat oyunu oynayaraq qısa bir zamanda hədiyyələr qazana bilərsiniz. Açıqlama hissəsində qoyacağım linklərə daxil olaraq videoları izləyib öyrənə bilərsiniz. Bu isə 2 həftədə qazandığım hədiyyələrdir. Hədiyyələrlə yanaşı 2 kupon da əldə etmiş oluram. 35 manat və 42 manatlıq endirim kuponları. 3 gün ərzində bu kuponlardan istifadə edə bilərsiniz. Mən istifadə edirəm. Çox faydalı kuponlar olur mənim üçün. Kanalıma dəstək üçün abunə olmağı, fikrinizə şərhlərdə mənimlə bölüşməyi unutmayın.